Ого. Biraz. Gördünüz. Lədim tökürəm. Güçlüdür de inansınız. İnan sonra bir, iki.
vanil, kabartma tozu, bir xörək qaşığı da kakao. Az tökürük. Bax, belə bir istiqamətdə aşağıdan yuxarı. Rejimi sizə dəqiq yaxından göstərim. Görürsünüz, bu ventilyator rejimidir. Alt-üst rejim ventilyatorla. Amma bu eləcə alt-üst rejimdir, ventiliyatorsuz. Sonra 120 dərəcəyə də qoşmuşam. Amma dəqiqə götürmədim da. İndi mən yoxlayacağım hər dəfə pişib-pişməmədiyini. Görsünüz, şarikləri havasını koyup. Meow 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 meow. Kids meow. For another up down. Pizza. Pizza, pizza, pizza. Yeah. Sen Sumak biri hazır. mi? Ha? Sumak. Sumak bu aşağıda da lap bir tarafta.
adi fotodan belə qız çıxartmışam. Barbie. Bu da onun babuçkalarıdır. 17-dən 18-dən nədir belə? Balacalı geçəli. Нашли. Qızlar, bax 400 milligram bundan. Baxın. Çox dadlıdır bu. Bu bilirsiniz hansı pendirdəndir? Sushi içində olur, ondan da onun tamındadır. Bunun üstündə sushi şəkili olandan da ala bilərsiniz. O da eyni dadır bundan. Burası firma fərqi var. Ondan qaymaq var. Dünən qaymaqdan artıq qalmışdı. Ondan qaymağı çalmışam. Bir də 2 xörək qaşığı. Hansı xörək qaşığı? Hə, var. Bu xörək qaşığıyla bir pudra şəkər atmışam. Çox 2 damcı vuracam. Görün mən istədiyim kimi roz ürək alınır. Bu bilirsiniz ki, qırmızıdır da. Az vuracam, rozva olsun. Rozva lazımdır bizə. 3 dənə balaca damcılar əlavə elədim. Bura. Baxın. İminli mən nətər roz istəyirəm, elə alındı da. Heç ölçsəm bu qədər istədiyim kimi çıxmazdı. Baxın, belə gün düşsün. Свидеть. Qızlar, bu da tortumun hazır halı. Bunun üstündə zər olacaq, bir də tac. Ona görə onu qoymuşam paketi. Nətərdir? Deməli, çay söhbəti çoxdur. Ona görə bu demək olar Salaban 70% çaydır. Bunu Yesuntikidən almışıq. Qarpızlı, qarışıq, sveji, ətirli çaydır. Bu da malinalıdır. Sonra slatki mandarin, şirin mandarinli çaydır. Çox gözəl ətri var bunun. İnansız, dəhşət hamısını qarpızlının, malina, inansız dəmliysən, dəmləməmiş quru variantda belə evi iyi götürür. Dəmləyəndən sonra dəhşət. Sonra bu Yesuntikidən dağ çayıdır, qarışıq bunu. Bu deməli, belə paketdə olanlar özümüzündür. Belə bəzəkli olanlar isə hədiyyəlikdir. Bu, bunu qoy. Deyini göstərirəm bunu. Deyini dağıtana nə almışıqsa onu göstərim. Birinci. Hə, yox. Araşdırdım Yesuntikidən, Yesuntikidən aldıqlarımızı göstərin birinci. Çünki elə çaylar oradan başladıq. Bunlar Yesuntikidən almışıq. Sonra bu qırmızı acı bibarın mürəbbəsidir. Qırmızı acı bibarın mürəbbəsi dəhşət tamı var. Bilmirəm YouTube'da varmı? Reseptini yəni bilirsinizmi? YouTube'da hazırlanması varmı? Maraqlanan çox dadlıdır da qızlar, çox dadlı. Orada biz aşmamışıq hələ inansız. Orada daddıq, ona görə aldıq. Deməli bunu belə yeməyin yanında da yemək olar. Belə acılı, şirinli tam
xoşlayırsınızsa, elə soğuz xoşlayırsınızsa, elə də yemək olar. Belə də çayla içməyə dəhşət. Belə qışın malıdır da bir sözlə. Qışda adam içini isidir, qəşəngdir. Soyuqdan gəlib uşaqları məktəbdən gətirəndə bağçadan, yox, bağça tay yoxdur. Məktəbdən gətirəndə çay vurmağa. Sonra balaca şişka mürəbbəsi almışıq. Burada da var düzdür bunlardan. Orada prosto lap xırdaydı. Qiyməti də eyni idi, həm çox xırdaydı. Ona görə aldıq. Eyni qiymətdə 300 manat vermişik buna. Buna da. Yox, buna 350, buna 300 manat. Bu şişka mürəbbəsindən 2 dəfə ilə sınadıq orada, heç yeməmişdik. Belə qoz mürəbbəsinə oxşuyur suyu. Özü də qəşəng yumuşaqdır, çox qəşəng. Mən təsəvvür eləmirdim ki, bu yumuşaq olar. Çox xırdadır, dəhşət xırdadır, bilməm hansı sortdur. 2 dənə götürmüşük. Bunlar 300-dür, bu 350. Yeşimtiki dediyi elə, hə. Sonra Yeşimtikidə olanda Kislovodskiyə getmişdik. Artıq vloglarda görürsünüz. Orada 3 dənə belə çubraşka aldıq. Bilirsiniz ki, çubraşka filmi Kislovodskidə çəkilir. Ona görə ora çubraşkasından məşhurdur. Burada bu uşaqlarındır. Bir dənə almışam, üçü də oynatdım. Çünki yekələr oynatmır, Melisa da oynatmır. Ona görə bir dənə almışıq. Elə birinci gün oynatdılar, indi bax, yaxın duran yoxdur. Burada mandarin var idi, bunda. Belə həm də burdoq kimi istifadə eləmək olar. İndi uşaqlar yəqin ki, məktəblərinə da götürərlər. Bunu hədiyyə almışıq. Bu da burdoqdur, amma bunların mandarinləri yoxdur. 50 manat fərqləri var. Elə bir 350 budur, 300 manat da bunlardır. Eynidir. Sonra bu çay da Yeşimtikidəndir. Bunları hədiyyə almışıq bu çayları. Bu qara çaydır, ətirli qara çaydır, ayrı. Ətir çox qəşəng iylənirdi də. Malinalı çaydır, barxat malinalı. Sonra mandarinli yenə. Özümüzə elə bir aldığımızı hədiyyəlik paketdə də belə yığdırmışıq. Bu da qarpızdır. Belə 4 nəfərlik hədiyyədir. 4 ailəlik. Hə, sonra nədir bu? Hə, Kislovodskidə yenə maqnit mən 2 il əvvəl gedəndə almışdım. Yenə də götürdüm. Bu belə çubraşkalıdır. Belə xadinikin üstünə yapışdıracağım. Üstünə çubraşka şəkli var, yazır Kislovodski. Bunu da artıq izləyirsiz vlogumda. Volgograda gedəndə orada parkda almışdım. Orada gəzdik. Volgogradındır bu da. Bu biraz qalındır, bu nazik. Bunu 25 rublə almışam. Bunu da 50 rubla. Sonra Yeşimtikidən sonra Yeşimtikidən başlamışam da Yeşimtikidən də davam edirəm. Yeşimtikidən sonra bazarda belə pendir gördük. Pulkuya oxşuyurdu. Aldıq orada yedik, tamına baxdıq. Hisə verilmiş pendirdir. Elə buna baxın, elə bir ki çörəkdir. Görün nə gözəldir. Dadlı, yağlı. İnansız bu hisə verilmiş pendirin ilk dəfədə yağlı formasını görürəm. Dəhşət, adamın əli belə yağlama, belə eləyirsən üstünə yağdır, içi yağdır. Orada aldıq, yedik, даже uşaqlara qədər hamımız yedik. Evdə də aldıq, yeni gətirdik. Özüm belə kağız paketdə, xadiyyətdə saxlayıram ki, yumuşalmasın. Bir də onun saçaqlı variantı var. Buna banan dedi. Arada banan türkməni idi satan, türkmən xalaydı. Bazardan almış, Yeşimtiki bazarından. O buna banan deyir, orada banan deyirlər. Belə banan formasında. Bu da eyni reseptlərdir, elə bir. Prost bu belə formasıdır, saçaq. Baxın, saçaqlı pendir xoşlayanlar yaxın oturun. Baxın. Mən saçaqlı pendir əslində xoşlayıram, amma beləsini, mağazində olanı xoşlamıram. Bu çox dadlıdır da. Yəni hisə verilir, duzu zadı, hamısı yerindədir. Mağazində Pyorkada, Maqnitdə satırlar. Yaxşı dadmır. Çox qəşəngdir bu. Bu ilə bir Azərbaycanda satılandandır. Elə xalanı da özü düzəldirdi. Əllərinə sağlıq, qəşəngdir. Bu Dağıstandır. Hə, sonra belə bir hədiyyəlik konfet naboru almışıq. Bu da hədiyyəlikdir.
Belə, bunu Yesuntiki'dən almışıq. Baxın. Yesuntiki'nin məşhur yerləridir. Elbrus dağlarıdır. Kislovodskidir. Minvoddur. Belə, Jeleznovodskidir. Arxasında belə 2 dənə belə hədiyyəlik konfet. Sonra bu isə evə aldığımızdır. Bu konfetlərdən də bunun balacasını orada aldıq özümüz üçün. Belə balacaydı. Uşaqlar istədi deyə aldıq. Mağazinə girmişdik. Hə. Orada dadını xoşladıq. Deməli biz üstü nazik qat, bir qatda, bir qat şokoladlı, içi meyvəlidir, qozdur, fındıqdır, sonra yer fıstığıdır, badamdır, meyvə dilimləridir. Çox içi elə bir ki, nətər demək, dietikdir da, belə açdı, çox qəşəng dadır. Xurmalıdır içi. Bax bunlar da onu şeylədik, gəldik bunu amma Yesuntiki'dən kilo ilə almışıq. Onu Kislovodski'dən aldıq. Bu açıq variantı özümüzə almışıq. Eyni konfetlərin o karabkada olandı da, nabordur. Baxın, bu marinalıdır. Desin, şokoladdır. Sonra bu elə gözəl dadır ki, uşaq qızlar. Uşaqlar deyil. Bu da belə. Bunun görünüşünə görə aldım. Doğru, içi də qəşəngdir. İçi də bunun amma halva kimidir. Çox şokolad dadımır da. Üstü şokolad, amma içi halva kimidir. Bilmirəm nətər. Amma çox dadlıdır. Hərəsinin bir tamı var. Bunları hərəsindən 2 dənə belə götürmüşəm. Baxın belə. Hərəsindən 2 dənə götürmüşəm. Hər rəngdən 2 dənə. Elə bir 7-8 cür idi. Hərəsindən 2 dənə götürmüşəm. Daim Moskvadan, Rusiyadan gələndə, biz uşaq idik. Bizə konfet alıb gətirmişdi. Çox konfet alıb. Həmişə bilirsiniz də, Rusiyadan gələn adam həmişə konfet hədiyyə eləyir. Konfet yemişdik uşaq vaxtı. Hətta daim uşaqlarına qədər bu konfet onların hələ də yadındadır da, görünüşü, dadı, içi nətərdir, hamımızın yadımızdadır. Çünki o uşaqlarda elə xoşlanmışdıq ki, hamımız. İndiyə kimi yadımızdadır. Mən bura gələndə yanvarda 9 il olacaq da, 9 ildir mən o konfetdən burada görmürəm. Yəni qavama çıxmayıbdı, yoldaşım da axtarıb eləyib, mən qavama çıxmayıbdı. Amma bu dəfə bunları alırdım, vitrində bu konfeti gördüm. Konfeti, şokoladı. Bu şokoladı gördüm. Uşaq vaxtı yediyimiz, biraz görünüşündə fərqi var, amma uşaq vaxtı yediyimizin iminli tamıdır. Demək, həmişə daim bunun belə ərikli formasında alırdı. Bir də içində cavalı olan da alırdı. Elə bildiyimiz cavalıdır. Onun pürəsi deyil, əzməsi deyil, heç biri. Yəni ABŞ-ın bildiyimiz iri cavalı idi, üstü şokolad idi. Bu da bildiyimiz ərikli, aşqarasına vurmuruq ərik. O da üstü şokoladdır. Yəni bu pavidlası deyil, əriyin, nə bilim əzilmişi, nəsə belə bir forma. Milanıma bir dənə bıçaq gətir. Bıçaq gətirsəm onun için göstərim sizə. Nəysə onu al. Baxın. Görüm görünür. Baxın belə ərik. Gördünüz şokoladı nətər nazik qatdı. Şokoladdakı adamın nətər demiş, şirinliyi adam ürəyinə dəymir də, belə çayla. Baxın ərik. Bildiyimiz aşqarasına vurduğumuz ərikdir, üstü şokoladdır. Keçirik Dağıstandan nə almışdıq ona. Deməli, Dağıstandan da bazara gedəndə, Dağıstanda, orada da çaylar gördük. Bu deməli qarışıq, dəhşət iyili, bu da ətirli, çox ətirli çaydır. Buradan belə iyisi vurur da. Amma bu meyvə ətirli deyil. Bergamatla ətirlidir, belə gül ətirlidir. Meyvəli deyil bu. Qarışıq qara çaydır. Sonra bu yaşıl çaydır, ABŞ-la, heç nəsiz.
Buna heç nə davafq eləməyiblər də. Öz ətridir, öz tamıdır, heç nə yoxdur da. Əlavə məsələn meyvə qurusu mu, nəsə belə bir şey yoxdur. Bir dənə alma qurusu var. Alma qurusundakı nə deyim, yəni özün bizdə almanın tamı, iyisi belə olmur da, yaşıl almadır. Elə belə dietik bir şey, dietik olsun deyə vurublar onu, amma heç bir ətri dadı bilinmir. Bu da adi gülsüz, heç nəsiz, eləcə adi qara çaydır. Bu qarışıqdır. Bu yanımdan hələ heç birini dəmləməmişəm. Bu da sarı kökdür. Nəsə iyisindən xoşum gəldi. İyisi Azərbaycandakı boğuldum baxın iyisindən. İyisi Azərbaycandakı sarı kökün iyisi kimi idi. Biz burada aldıq qavda belə. İran yazıları var, amma iyisi o iyi deyil da. İran yazılarını biz Azərbaycanda aldıq. Belə tünd sarı kökün bildiyimiz sarı kökü iyisi olur. Mağazindən də aldıq, o da öyle. Rəng də çıxmır, düyüdə rəng də çıxmır. Mən keçən 2 il əvvəl Yesuntikə gedəndə almışdıq, o da yaxşı çıxmışdı. İndi amma Dağıstandan aldıq. Dağıstanda da bilirsiniz də aşsat bizim üçün belə sevəndilər. Nətər deyim, müsəlmandılar da. Yəni sarı kök çox istifadə edəndilər. Ona görə dedi ki, İranındır. Ona görə aldım. İyisi bax, inansız da paketdən iyisi vurur. O dərəcədə. Çayları başqa yerə güzəldir. Sarı başqa. Sonra bir də Dərbəndə gedəndə yolda yemək yeməyə üçün girdik. Orada yanında mağazin var idi. Orada Milana, orada bilezik zat bəyəndi özünə. Uşaq üçün. Ondan bilezik alanda, bilesikin yanında Victoria's Secret'in elə bədən spreylərini gördüm. Mən düzünü desəm, Wildberries-də axtarışa vurmamışdım. Ki, var mı Wildberries-də, yoxdur mu? Ola bilsin ki, var. Heç vaxtda bu Victoria's Secret-dən istifadə eləməmişəm. Bilirəm ki, orijinal deyil. 550 manata almışam. 2 dənə. Bilirəm ki, orijinal deyil, o sözsüz. Çünki Rusya Victoria's Secret-in duxları gəlir də, yəni başqa nətər deyim, geldi, kremdi, kosmetikadır, belə şeylər gəlməyə əngəllənir. Bəzi bahalı firmalar, bahalı mağazinlər gətizdirir. Bu da ki, yoxdur. Heç bir mağazində, brend marka satılan mağazinlərdə yoxdur da bunun əsli. Heç vaxtda bunu yenə deyirəm, istifadə eləməmişəm. Nə əslini, nə padelkasını, heç birini. Bunu aldığım iylərini elə xoşladım ki, 2 dənə almışam. Birini padruqama almışam. İndi hansınısa verəcəm, hansını özü istəsə özü seçər. Hər ikisinin qoxusunu mən bəyənmişəm. Götürdüm, magnet aldım. Narınqala. Narınqalanın şəkli var üstündə. Sonra bir də qaldığımız şəhərin İzbirbaşının, Dağıstan İzbirbaş şəhərinin magnetini almışdım. Bazı paltar almışam. Bu paket başqa paketdir. Amma mağazindən almışam. Bura qoymuşdum ki, adden yəni bilim göstərim. Belə bir, bu materiala nə material deyirlər? Katan kimi sərin materialdır. Mən əslində katanı sevirəm. Prosta katan altdan nə geyinirsən görünür da katanı. Belə ona görə tünd də geyinsən görünür, açıq da geyinsən görünür. Bu katan kimi nazikdir, amma görüntü yoxdur. Görüntüsü yoxdur. Onun kimi sərindir amma. Belə hava keçməyə pambıq materialdadır. Bilməm adı nədir. Belə. Sonra bunu geyinməmişəm. Orada hava isti idi. Bu da başqa belə qolu uzundur da, ona görə geyinmədim. Heç istifadə eləmədim. 40-42 razmerdədir. Boşdur. Bu boş. Müslüm deyirlər bu parçaya burada. Amma belə də çatan kimidir, yenə o da. Baxın belə. Çox nazikdir, çox sərindir.
Görürsünüz, burada 2 il əvvəl getmişdik Minvoda, Jeleznovodskiyə, Çisovskiyə, bu elə bizim şəhərimizdə, Pyatigorskiyə, sonra Yesuntikə hardadır? Gözüm, hə, Yesuntikə də yuxarıdadır. İndi ikinci səfər getdiyimiz yer Kislovski. Volgograd. Dərbənd. İzbirbaş. İnşallah, inşallah. Daha da artar. Daha da çoxalar getdiyimiz yerlər. Burada Türkiyə getməmişik. Bir də İsveçə getməmişik. Bir də hardadır o? Kazan. Hə, bir də bu yerə düşübdür. Bir də bu balaca Kazan. Kazandır, Türkiyədir, İsveçrədir. Bura getməmişik. Bunlar hədiyyə, bunu bibim hədiyyə edib. Sağ olsun, mən istəmişdim. Dəmirdə qəşəng qaşları var burada da. Hə, bunu ailəvi dostumuz hədiyyə edib. Onlar getmişdi, hədiyyə gətirmişdilər. Bir də var, bir də buradadır. Görünür, yoxsa yox, lap yuxarıdadır, hə. Kazanı da onlar hədiyyə edib, getmişdilər gezməyə. Hə, inşallah biz də ən istədiyim yer İstanbul'u görməkdir. İstəyirəm İstanbul'u da görüm. Maldivdir, İstanbul'dur. Ən çox görmək istədiyim yerdir. Даже название не знаю. Чего он тебе? Чаем подарили мне, да? Это что, тебя? Мои. Вот, смотри. Какие мои? А что, меня? Тебя снимают. Fedeci. Şirinlik lazımdır. Qazan açdı. Açılmısan, açamısan. Ay bunlar şirinlik gətirin. Qazan açdı. Bakalım da git bakalım. Süt töküləcək. Yağlı. Yemir mi yağlı? Qoyundur. Yok. Koymadım ben koyun almağa. Hə, qoyun alsan gələ 3 kilo, 4 kilo da limon alasan. Şey ətri vurur. Limon alacağım. Əllərinizə sağlıq. Petruşkanın iyisi ya. Limon alacağım. Benim zaman da fazla var. Вообще интеллектный devamsızlık. Oy yenge yok. Ne bileyim ki bir de nasıl çıkarmıyorum. Şöyle göndereyim. Голову поставь. Сними ее. Сними ее. Поставь на голову. Əl aşağı. Вот так сделай. Вот так. На торт, на торт. Подвинься, подвинься на торт. Иду Да, сильно. Сильно. Ближе, ближе. Ближе. Aşağı düşür. Ближе. Да. Давай, 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 давай. Всеми секциями. И еще ты всегда получала пятерки в школе. Ура! Теперь другой. Алихан, ты. Милашка умничка. Давай, Алихан. Ты всегда не болела. Я желала, чтобы ты всегда была счастливой. Ты мой. Красиво, как ты есть. Мы счастливы. Да, моя. Qucaqla. Скажи, поздравляю. Взял ты на весь
не одной, ой, Мелисса. Надарите свою любовь, хороводит хоровод, отпускали за уши. Что всего раскос, наши стали мало. Это Федя! Я пойду. Ай, что, встанет Федя? Приятного аппетита. Я хочу. Готовить.